Gəl Rumi tarotlarla belə bir açılım eləyək. Hazırki sıxıntın nə ilə əlaqədardır? Hazırda hansı enerjidəsən? Sıxıntın nə ilə əlaqədardır? Və həlli necə olacaq? Gəl baxaq, hazırda bu videonu izləyənlər hazırki enerjinə baxaq. Hazırki enerjin nədir? 3 kartla gəl baxaq. Hazırki narahatçılığın nə ilə əlaqədardır? Və bu məsələnin həlli necə olacaq? Konkret bir situasiyadır və bu məsələ səndə varsa davam eləyərsən. Hazırda hansı enerjidəsən? Bu videonu izləyən çox bilgəbil insanlardılar. Mən sizə deyim ki, ola bilsin torpaq ünsürüsüz, ola bilsin, yəni öz işinizdə, gücünüzdə, yüksəlişdə olan bir insandır bunu izləyənlər. Konkret olaraq, belə deyim, təlimlə məşğul ola bilərsiniz, pulla əlaqədar işinizdir. Məsələn, tutaq ki, bankda işləyə bilərsiniz. Yəni, işinlə əlaqədar sadəcə bu dəqiqə karyerasını düşünən bir insandır. Konkret karyera, yəni ki, mən hər şeyi, hər kəsi kənara qoyub öz karyeramla məşğul olacağım. Çox sərt xarakterli bir insandır. Özünüzə aid bir işiniz də ola bilər. Öz işinizdir və öz işinizdə yüksəlişi düşünən bir insansınız bu dəqiqə. Elə bir negativlik görmədim hazırda. Sadəcə karyera ilə əlaqədar məşğul olan bir insansan. Özünə aid öz işin var və ya öz işini qurmağı düşünürsən. Sadəcə beynində bu dəqiqə ancaq düşündüyün şey iş, karyera, puldur. Bu qədər. Hazırda narahatçılığın nə ilə əlaqədardır? Yeniliklər qarşısında olan bir qorxundur sənin narahatçılıq. Məsələn, yeni bir iş qurmaq istəyirsən, yeni bir addım atmaq istəyirsən, pulla əlaqədar bir məsələni həll eləmək istəyirsən, pul söhbəti var burada, maddiyyat söhbəti var burada və narahatçılığın da ona əlaqədardır ki, görəsən səhv eləyəcəmmi, görəsən mən tutaq ki, bu işi qursam, bu işi yaratsam, bu işin ardıncan getsəm, mənim üçün necə olacaq, səhv etmərəmmi? Yəni, sadəcə bu dəqiqə qayğım bununla əlaqədardır. Burada münasibət falan yoxdur. Gəl baxaq, bəs fikrindəki məsələ sənin üçün xeyirlidirmi? Gəl birinci buna baxaq. Məsələn, iş qurmağı düşünürsənsə və yaxud da ki, hər nədirsə, sənin üçün xeyirlidirmi fikrindəki məsələ? Ümumiyyətlə, bu addım sənin üçün xeyirlidirmi? Bu addım çoxdan arzuladığım bir şeydir. Bu addıma, bu işə yönəlik, sənin gələcəyin bu işə yönəlikdir və bəli, bu sənin üçün çox xeyirlidir. Maddi cəhətdən də sənin üçün yeni bir imkanlar aça biləcək bir məsələdir bu iş. Amma sənin qarşında duran nədir? Bu məsələdə qorxularındır, sənin qarşında duran əngəl qorxularındır, qərarsızlıqlarındır. Bu məsələni, bu addımı atmaqla əlaqədar sənin qarşında real bir mane varmı, real bir əngəl varmı? Xeyr, burada sadəcə olaraq emosional bir qorxun var və qorxursan, səhv etməkdən qorxursan sadəcə olaraq. Başqa bir real bir qorxu yoxdur burada. Burada qorxun sadəcə sənin, ona görə də addım atmırsan. Heç bir dəstək olmayacağını bilirsən, heç bir şəkildə kömək olmayacağını bilirsən və qorxursan. Yeni bir başlanğıca, yəni demək olar ki, komfort zonadan çıxıb yeni bir sıçrayış eləyirsən, yeni bir həyata, yeni bir addıma sıçrayış eləyirsən və bundan qorxursan. Bu addımın nəticəsi sənin üçün necə olacaq? Çox qorxuların var. Hətta mən sənə deyim ki, ilk addımlarda hansısa bir çətinliyin olacaq sənin. Gəl baxaq, fikrindəki işə addım atsan, fikrindəki məsələyə addım atsan, sənin üçün xeyirli olacaqmı? Xeyirli olacaq, amma uzun müddət çətinlikdən keçəcəksən. Çətinliklər nə ilə əlaqədar ola bilər? Çətinliklər nə ilə əlaqədar ola bilər? Çətinliklərin elə bil ki, bu elə bir işdir ki, bura hansısa böyük bir məbləğdə pulmu qoymalısan və yaxud da ki, bu məsələdə pulla əlaqədar sadəcə çətinliyin ola bilər. Məsələn, hansısa bir iş qurmaq istəyirsən, yetəri qədər pulum yoxdur və s. Sadəcə budur, yəni çətinliyin budur. Başqa real bir çətinlik görmürəm. Gəl baxaq, bu işi alındıra biləcəksənmi? Bu addımı atsan, bu məsələni alındıra biləcəksənmi? Alındıracaqsan. Alındıracaqsan və bunun gedişatında da sənə maddi cəhətdən bir yüksəliş var. Sadəcə olaraq
belə deyim də, yeni bir yol önündə, məsələn, yeni bir başlanğıc edirsən də belə baxanda və bunun qarşısında bu qorxuların normaldır. Bu qorxuların realdır. Sadəcə kartlar sənə nə məsləhət görür? Bu məsələ ilə əlaqədar kartların sənə nə məsləhət görür? Nəyə fokuslanmalısan? Əsas nəyə fokuslanmalısan? Əngəllərin real olmadığına fokuslanmalısan. Məsələ budur ki, deyir ki, yol sənə uzaq görünə bilər, amma sən yola çıxanda əslində yolun o qədər də uzun olmadığını görəcəksən. Bu sadəcə sənin qorxularınla mübarizə apar deyir. Qorxularınla mübarizə aparmalısan. Nə qədər sərt olsan, nə qədər kəskin olsan, o qədər istədiyin yola gedib çıxacaqsan və bu sənin qismətindir. Bu ilahi ədalət və ilahi ədalət təcəlli olacaq sənin üçün. Yollar açılacaq. Sən yetər ki, ayağını o yola bas, o yollar sənin üçün açılacaq. Bunu deyir sənə kartlar. Güc səndədir, enerji səndədir. Narahat olma və sənin bu işi qurmağa, demək olar ki, və yaxud da ki, bu addımı atmaq üçün əlində bütün məlumatlar, bütün dəlillər və bütün imkanların var. Sadəcə qorxunu yenməlisən. Aldım, qəbul edim, yaz ətrafı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.